Şəki şəhər rayon polis şöbəsinin Dövlət Yol Polis bölməsinin təbliğat və təşviqat üzrə inspektoru polis baş leytenantı Tural Niftəliyev təhsil ocaqlarında yol hərəkəti qaydaları haqqında məruzələrini davam etdirir. Bu dəfə Şəki rayonunun Turan qəsəbəsinin orta məktəbində şagirdlərlə görüşmüşdür. Əziz uşaqlar, əziz şagirdlər, əziz müəllimlər, əziz qonaqlar. Hamımızı maraqlandıran günün ən vacib, ən aktual məsələlərindən olan yol hərəkəti qaydalarına əməl olunması ilə bağlıdır. Bu məqsədlə Şəki şəhər polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftəliyev cənabları bugünkü tədbirdə iştirak edir. Tural müəllimin maraqlı söhbətlərinə qulaq asacağıq. Bizi maraqlandıran suallarla biz müraciət eləmək imkanı əldə edirik. Hörmətli ziyalılar, hörmətli məktəblilər, əvvəla hamınızı salamlayıram. Bildirirəm ki, ölkə rəhbərliyinin apardığı uğurlu iqtisadi siyasətin nəticəsidir ki, Respublikamıza xarici ölkələrdən idxal olunan nəqliyyat vasitələrinin sayı günbəgün çoxalmaqdadır. Nəqliyyat vasitələrinin sayı artdıqca Respublikamızın avtomobil yollarında hərəkət intensivliyi yüksəlmiş, bununla yanaşı yol nəqliyyat hadisələrinin də sayı xeyli artmışdır. Bildirirəm ki, ötən il 2014-cü il ərzində Respublikamızın avtomobil yollarında 2635 yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol nəqliyyat hadisələrində 1124 nəfər həlak olmuş, 2676 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Aparılmış təhlillər göstərir ki, baş vermiş yol nəqliyyat hadisələrində sürücülərlə yanaşı piyadaların da təqsiri vardır. Ötən il ərzində Respublikamızın avtomobil yollarında baş vermiş yol nəqliyyat hadisələrində yol nəqliyyat hadisələrinin 37,5%-ni piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələri təşkil etmişdir. Hər bir piyada bilməlidir ki, piyadalar üçün nəzərdə tutulmuş yeraltı və yerüstü piyada keçidlərindən istifadə etməlidir. Respublikamızın hər yerində olduğu kimi Şəki şəhərində də quruculuq, abadlıq işləri hər birimizin gözünün önündədir. Əvvəllər yolun kənarları səki olmadığına görə biz hətta yolun hərəkət hissəsi ilə hərəkət etmək məcburiyyətində qalırdıq. Ancaq son dövrdə yolların genişləndirilməsi, yeni işıqlandırma sistemlərinin, müasir tipli işıqlandırma sistemlərinin çəkilməsi, xüsusilə də gözəl səkilərin yaradılması gözümüzün önündədir. Yol ayrıcılarında el arasında zebra xətləri deyilən piyadaların keçidi üçün nəzərdə tutulmuş yerlər vardır ki, həmin zebra xətlərindən istifadə etməklə yolu keçmək olar. Əgər piyada svetoforu vardırsa, piyada svetoforunun yaşıl işığında, yoxdursa, nəqliyyat svetoforunun işarələrini üstün tutmaqla yolu keçmək lazımdır. Belə ki, nəqliyyat svetoforunun qırmızı işığı yandıqda avtomobillər dayanır, piyadalar isə yolu keçməyə başlayırlar. Yaşayış məntəqələrindən kənarda yolun tam sol kənarı ilə hərəkət etmək lazımdır. Ona görə ki, avtomobillər yolun sağı ilə gəlib hərəkət edirlər, arxadan gələn avtomobillər bizi vurmasın və qarşıdan əks istiqamətdən gələn avtomobilləri görək. Əgər
təhlükəli bir vəziyyət yaranarsa, biz təhlükəsizlik şəraitinə əməl edə bilər. Ona görə də təkrar edirəm, hər bir piyada bilməlidir ki, yaşayış məntəqələrindən kənarda yolun tam sol kənarı ilə hərəkət etməlidir. Ümumi istifadə olunan nəqliyyat vasitələri müəyyən edilmiş marşrutlarla, təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitələrdir. Yəni mikroavtobuslardır, avtobuslardır, trolleybuslardır, tramvaylardır və s. Tərifindən də göründüyü kimi, sərnişin daşıma ilə məşğul olan, gündəlik istifadə etdiyimiz həmin mikroavtobuslardan, avtobuslardan istifadə edərkən, harada gəldi saxlamaq, minmək və ya düşmək olmaz. Tərifindən də göründüyü kimi, təyin olunmuş xüsusi dayanacaqlarda düşmək və ya həmin dayanacaqlarda gözləməklə minmək lazımdır. Dayanmış avtomobilin qarşısından keçmək qadağandır və çox təhlükəlidir. Həmişə dayanmış vəziyyətdə olan avtomobilin arxasından keçmək lazımdır. Şəki rayon polis şöbəsinin Dövlət Yol Polis bölməsinin təbliğat və təşviqat üzrə inspektoru baş leytenant Tural Niftəliyev Xaldan Oğuz yolunun Şəki-Turan qəsəbəsinin mərkəzindən keçdiyini, orta məktəbin həmin avtomobil yolunun yaxınlığında yerləşdiyini nəzərə alaraq, şagirdlərin məktəbə gedib gələrkən küçə hərəkət qaydalarına riayət etməsini görüşdə xüsusi vurğulamışdır. İcra hakimiyyəti başçının nümayəndəsi Nağım əlimə verirəm. Buyurun Nağım əlim. Hörmətli müəllimlər, hörmətli məktəblilər, hörmətli qonaqlar, xoş gördük hər birinizi. Turan qəsəbə icra nümayəndəliyi adından Şəki şəhər polis şöbəsinə başqa rüfət müəllim olmaqla hər bir əməkdaşına təşəkkür edirəm. Yəni, Respublikamızın hər yerində olduğu kimi təhlükəsiz ayları, yəni dövlət yol polis işçilərinin məktəblərdə, vətəndaşlarla, məktəblərlə görüşləri hər yerdə təşkil olduğu üçün bu gündə Turan qəsəbəsində o həmin görüş götürülmüşdür. Turan müəllimizə də təşəkkür edirəm bu tədbirə görə. Ona görə bugün Azərbaycan Respublikasında, yəni hər bir vətəndaşın təhlükəsini dövlətə xidmət edən polis qoyur. Ona görə də hər bir əməkdaşınıza, başda yəni Əbülfət müəllim olmaqla, sizin təzə yeni təyin olunmuş qaynın rəisiniz olmaqla hər birinizə təşəkkür edirəm. Sizə uzun ömür, can sağlığı, həmişə arzu edirəm ki, insanlar